Qida Təhlükəsizliyi Agentliyi ictimai yaşam müəssisələrini, o cümlədən restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edib. Agentlikdən bildirilib ki, yalnız baytarlıq nəzarəti təmin edilən və rəsmi qeydiyyatdan keçən heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir. Qurum reydlər həyata keçirərək tələblərə əməl etməyən müəssisələri, xüsusən də restoran və şadlıq sarayları barəsində qanunvericiliklə müvafiq tədbirlər görüləcəyini qeyd edib. Qida təhlükəsizliyi haqqında qanunun tələbinə əsasən hər bir qida subyekti qəbul etdiyi qida məhsulları, o cümlədən qida məhsullarını əldə etdiyi heyvanlar və onları təchiz edən qida məhsulları ilə bağlı təchiz edən qida subyektləri barəsində məlumatları özündə toplanmalı, elektron kağız və kağız formasında və elektron formada təmin etməli və izlənmə prosedurunu həyata keçirtməlidir. Bu sahədə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Qida Təhlükəsizliyi Agentliyinin tələbi əsasında həmin sənədləri təqdim etməlidir.